Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ağız, üz və çənə cərrahiyyəsi şöbəsinin müdiri Dosent Fərman Həsənovun rəhbərliyi ilə çoxsaylı üz, çənə və kəllə sümüklərinin ağır travması diaqnozu qoyulan yüksək riskli xəstə üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub. Dosent Fərman Həsənovun sözlərinə görə xəstə təxminən 6 metr hündürlükdən yıxılaraq sifət və alın nahiyəsindən ağır travma alıb. İlkin mərhələdə xəstə vəziyyətinin ağırlığı nəzərə alınaraq ixtisaslaşmış neyrocərrahi tibbi müəssisəsində müalicə olunub. Daha sonra isə üst çənə nahiyəsindəki mürəkkəb sınıqların cərrahi müalicəsi məqsədi ilə Tədris Cərrahiyyə Klinikasına köçürülüb. Əməliyyata hazırlıq zamanı aparılan müayinələr xəstədə yanaşı pulmonoloji problemlərin və hematoloji pozğunluqların olduğunu üzə çıxarıb. Məlum olub ki, pasiyent əvvəllər də hematoloji xəstəliklə əlaqədar ixtisaslaşmış tibb müəssisəsində müalicə alıb. Anestezioloji qiymətləndirmə zamanı qan göstəricilərinin əməliyyat üçün risk yaratdığı müəyyən edildiyindən cərrahi müdaxilə təxirə salınıb və xəstə pulmonoloq və hematoloqun nəzarəti altında müalicəni davam etdirib. Aparılan kompleks müalicədən sonra xəstənin vəziyyəti yenidən qiymətləndirilərək yüksək risk altında əməliyyata götürülməsi qərarı alınıb. Müayinələr zamanı xəstədə alın sümüyünün, kəllə tağının, yuxarı çənənin, lefort tipli sınığı, zigomatik kompleksin alma sümüyü ətrafı, haymor, maksilyar cibinin ön divarının, burun sümüklərinin çoxsaylı sınıqları aşkarlanıb. Eyni zamanda sol gözdə tam görmə itkisi qeydə alınıb. Kompüter tomografiyası və maqnit rezonans tomoqrafiyanın nəticələri göstərib ki, görmə itkisi sınıq fraqmentlərinin optik siniri sıxması nəticəsində yaranıb. Dosent Fərman Həsənov bildirib ki, klinikanın təcrübəsində optik sinirin travmatik sıxılması nəticəsində görmə pozğunluğu olan xəstələrdə uğurlu nəticələr əldə edilib. Bu pasiyentdə isə problem iki qat görmə deyil, sol gözdə tam görmə itkisidir. Həkimlər cərrahi müdaxilədən sonra görmə funksiyasının qismən və ya tam bərpa olunacağına ümid edirlər.